Amma nəfəsin etdiyi bu hərəkəti çox böyük hörmətsizlik sayıram. Nəfəs, ayıb olsun sənə. Sənə ilk efirə gəldiyin gündən mən dəstək olmuşam və gərək səhv eləmişəm bu qədər dəstək olmuşam. Ayıb olsun sənə. Hələm yazırıq gecdir, Balkana demişəm ki ona yaz ki artıq bu saatdan sonra hara gəlirsən, deyir ki gecdir ki. Filan müğənni ilə filan müğənni dava elədi, görəsən səbəb nədir? Heyfdir adam bir saniyəsini o mövzuya həsr eləsin. Onlar dalaşır, barışır, onun üçün ki elə sənin kimlərin diqqətini çəksin özünə. Onlar əslində dalaşmır, pərdə arxasında öpüşürlər, gülürlər, ələ salırlar bizi. Oturub bunu mühüm mövzu kimi müzakirə edir ki, filan kəslə filan kəs görəsən, necə oldu axırları? Güclü insanlar özlərinə hakim olur, deyim mən özümə rəva bilmirəm ki, cibimə biri girsə oğurlasa cibimdən nəsə, əlindən tutaram ki, əlini çək. Fikrimizi oğurlayır. Demirik ki, sən mənə təhqir edirsən. Məni nə hesab edirsən ki, istədiyin rəzilliyə mənim fikrimi yönəldəcəksən. Heç bir mənası olmayan bir şeyi elə şəkildə reklam eləyir, elə şəkildə təqdim eləyir ki, baxırsan, görürsən ki, heç nə yoxdur. Sabah belə olacaq, şok olacaq, falan olacaq, heç nə. Belə şeylərin avarasıdır adamlar. İnsanın islah yolu bundan başlanır ki, ilk növbədə fikrinə hakim ola bilsin.